Salam, mənim adım Charlie'dir. Charlie Otero. 15 yaşım olanda atamı, anamı, bacı və qardaşlarımı qətlə yetirdilər. Həmin gün mən ailəmlə birlikdə Allaha olan inamımı da itirdim. Mən Allaha nifrət eləməyə başladım. Doğmalarım öldürülərkən kənardan səssizcə izlədiyi üçün, onları qorumadığı üçün. Düz 31 il qəlbimdə Tanrıya nifrət və qatildən qisas almaq hissi ilə yaşadım. Ta ki 31 il sonraki o hadisəyə qədər. Həmin gün mən təkcə qatillə üzləşmədim. Həm də illər əvvəl üz döndərdiyim Allahın mənə olan mərhəmətini hiss elədim. Yenidən ona inanmağa başladım. Hadisə belə olmuşdu. Otero ailəsi Kansas ştatının Wichita şəhərində yaşayırdı. Ailə 7 nəfərdən ibarət idi. 38 yaşlı Joseph Otero təqaüddə olan hərbiçi, 33 yaşlı Julia Otero isə evdar qadın idi. Onların 5 uşağı vardı. 15 yaşlı Charlie ailənin böyük övladı idi. Joseph Otero uzun müddət ABŞ-nin Panamada yerləşən hərbi bazasında xidmət eləmişdi. O xidmətini başa vurduqdan sonra 1973-cü ilin sentyabrında ailəsi ilə birlikdə Kansas ştatının Wichita şəhərinə köçmüşdü. 1974-cü il 15 yanvar səhəri Charlie Denny adlı qardaşı və Carmen adlı bacısı ilə birlikdə məktəbə yollanır. Həmin gün Charlie'nin yoxlama işi vardı. Dərslərini bitirdikdən sonra Charlie qardaş və bacısını da götürüb evə qayıdır. Evə yaxınlaşanda qapıların taybatay açıq olduğunu, Lucky ləqəbli itinin isə həyətdə olduğunu görür. Evdən səsləmir gəlmirdi. Charlie pis bir şeyin baş verdiyini hiss eləyir. O mətbəxə girir və anasının çantasını qaz plitəsinin üzərində tərsinə çevrilmiş vəziyyətdə görür. "Burada kimsə var?" deyə Charlie həyəcanlı səslə soruşur. Evə insanı vahiməyə salan bir səssizlik çökmüşdü. Birdən bacısı qışqırır. "Charlie, tez bura gəl. Atamızla anamız bizimlə zarafatlaşırlar." Charlie səs gələn tərəfə doğru qaçır. O atasının döşəmədə boynuna kəmər dolanmış vəziyyətdə uzandığını görür. Anası isə əli qolu bağlanmış vəziyyətdə onun yanında hərəkətsiz uzanmışdı. Charlie əli ilə valideynlərinə toxunur və dərhal onların öldüklərini anlayır. O dəhşət içində telefona doğru qaçır və polisə zəng eləməyə çalışır. Amma kimsə telefon xəttini bıçaqla kəsmişdi. Charlie cəld qonşunun evinə gedir və ondan polisə zəng eləməsini xahiş eləyir. Hadisə yerinə gələn polislər daha 2 nəfərin meyidini aşkar edirlər. 9 yaşlı Joseph'in cəsədi uşaq otağında, əlləri və qolları bağlanmış, başına isə torba keçirilmiş vəziyyətdə tapılır. 11 yaşlı Josephina'nın meyidini isə polislər evin zirzəmisində, dəmir borudan asılmış vəziyyətdə aşkar edirlər. Ailənin bütün 4 üzvü eyni formada qətlə yetirilmişdi. Əl və qolları bağlanmış, işgəncə verilmiş, ip və kəmər vasitəsilə boğdurulmuşdular. Charlie gördüklərinə inana bilmirdi. O sanki dəhşətli bir yuxu görürdü. Charlie bir anın içində valideynlərini, qardaş və bacısını itirmişdi. Bir neçə saat bundan əvvəl hər şeyə sahib olan xoşbəxt yeniyetmə indi özünü tamamilə tənha və köməksiz hiss eləyirdi. Ailəsinin qətlə yetirilməsi 15 yaşlı Charlie'nin təkcə insanlara deyil, həm də Allaha, ilahi ədalətə olan inamını da kökündən sarsıtmışdı. Həmin an mən düşündüm, Allah yoxdur. Mən Allaha nifrət eləyirəm. Mən bütün dünyaya nifrət eləyirəm. Həmin an mən həqiqətən də inancımı itirdim. O dəhşətli günə qədər Charlie üçün Allah mərhəmətli, məsumları qoruyan və zalımları cəzalandıran ali bir güc idi. Lakin evə daxil olub valideynlərinin, bacı və qardaşının işgəncə ilə öldürüldüyünü görəndə onun Tanrı haqqındakı düşüncələri tamamilə darmadağın olur. Charlie o otaqlarda sadəcə ailəsini deyil, həm də Allaha olan güvənini dəfn elədi. İnamın yerini sönməyən bir qəzəb və qisas yanığı saldı. Charlie düşünürdü ki, əgər ilahi ədalət o gün işə yaramayıbsa və qatil azadlıqda gəzirsə, deməli, dünyanı idarə edən heç bir müqəddəs qüvvə yoxdur. O hər şeyi özü həll eləmək, qatili tapıb öz əlləri ilə cəzalandırmaq istəyirdi. Charlie'nin qəlbində Tanrıya olan sevgi və qorxu hissi yox olmuş, yerini ona olan nifrət və qisas hissi tutmuşdu. Detektivlər gördüklərindən heyrətə gəlmişdilər. Bu dəhşətli qətliamı kim və niyə törətsin? İlk olaraq detektivlər cinayətin qarət məqsədi ilə törədildiyini ehtimal edirlər. Lakin evdən demək olar ki, dəyərli heç nə oğurlanmamışdı. Telefon xəttlərinin kəsilməsi, qurbanların xüsusi düyünlərlə bağlanması caninin peşəkar olduğuna işarət eləyirdi. Joseph Otero keçmiş hərbiçi idi və ailə bura Panamadan yeni köçmüşdü.
Ola bilsin Josephin orada uyuşturucu maddə alverçiləri ilə əlaqəsi olmuşdu və qətli də məhz Panamadan olan narkokartellər sifariş eləmişdi. Amma aparılan araşdırmalar bu versiyanın doğru olmadığını göstərir. Cinayət xüsusi qəddarlıqla törədilmişdi. Bu da qatilin ailəni şəxsən tanıdığını və onlara qarşı dərin nifrət bəslədiyini düşünməyə əsas verirdi. Detektivlər ailənin yaxın çevrəsini, qohumlarını və iş yoldaşlarını ciddi şəkildə araşdırırlar. Amma şübhəli heç kimi tapa bilmirlər. Otero ailəsi kimsəyə zərəri toxunmayan, sakit bir həyat sürürdü və düşmənləri yox idi. Panamada olarkən Joseph boksla, Julia isə judo ilə məşğul olmuşdu. Bir nəfərin tək başına boksçu və hərbiçi olan atanı, eləcə də idmançı ananı zərərsizləşdirə bilməsi inandırıcı gəlmirdi. Bu da cinayətin bir neçə nəfər tərəfindən törədildiyini düşünməyə əsas verirdi. 70-ci illərdə Uichita şəhəri ətrafında gənclərdən ibarət radikal dəstələr fəaliyyət göstərirdi. Onlar Amerikanın Vyetnamda apardığı müharibəyə qarşı çıxır, hərbiçiləri hədəf seçirdilər. Otero ailəsini qətlə yetirməklə həmin dəstələr bəlkə də hərbi sistemə xəbərdarlıq mesajı vermək istəmişdilər. Lakin aparılan araşdırmalar bu versiyanın da doğru olmadığını göstərir. Bir aydan sonra 1974-cü ilin fevralında Charlie qardaşı və bacısı ilə birlikdə New Mexico ştatına gedir və orada dayısı gildə yaşamağa başlayır. Onun üçün həyat bütün mənasını itirmişdi. Charlie'nin qəlbində dərin bir boşluq yaranmışdı. O içməyə, uyuşturucu maddələrdən istifadə etməyə başlayır. Charlie bu yolla evdə gördüyü dəhşətli səhnəni beynindən silib atmağa çalışırdı. O daim qorxu içində yaşayırdı. Ailəsini qətlə yetirən şəxsin bir gün onu da öldürəcəyini düşünürdü. Digər tərəfdən Charlie ailəsinin qətlində özünü günahkar hesab eləyirdi. Niyə evə tez gəlmədim, niyə ailəmi qoruya bilmədim kimi fikirlər onu rahat buraxmırdı. 1974-cü il 4 aprel. Otero ailəsinin yaşadığı evdən cəmi 2 kilometr məsafədə yerləşən küçədə insanlar gənc bir oğlanın qaçdığını görürlər. Bu 19 yaşlı Kevin Bright idi. Onun üzü al qanın içində idi. O yoldan keçənlərdən imdad diləyir, polisə zəng eləmələri üçün yalvarırdı. Xahiş edirəm, bacıma kömək eləyin, evimizə kimsə girib, bacımsa hələ də oradadır. Polislər Kevin'in yaşadığı evə gedirlər və 21 yaşlı Catherine Bright'ı yaralı vəziyyətdə aşkar eləyirlər. Onun əl-qolunu kapron corabla bağlamışdılar. Qıza bir neçə bıçaq zərbəsi endirmişdilər. Catherine'i dərhal xəstəxanaya çatdırırlar. Həkimlərin bütün səylərinə baxmayaraq onun həyatını xilas eləmək mümkün olmur. Catherine'in qardaşı Kevin başından 2 güllə yarası almışdı. Onun vəziyyəti çox ağır idi. İlkin mərhələdə polislər Catherine'in öldürülməsi ilə Otero ailəsinin qətli arasında əlaqə görmürlər. Belə ki, Catherine bıçaqlanaraq öldürülmüşdü. Otero ailəsinin üzvlərini isə boğaraq qətlə yetirmişdilər. Amma sonradan detektivlər bu iki cinayət arasında oxşarlıqlar aşkar eləyirlər. Belə ki, hər iki cinayətin qurbanlarının əl və ayaqlarının bağlanma şəkli eyni idi. Hər iki cinayət yerində telefon xətləri bıçaqla kəsilmişdi və nəhayət hər iki evdə qatilin sperması aşkar edilmişdi. Cani qadın qurbanlarına bilavasitə cinsi təcavüz eləməmişdi, lakin onları öldürdükdən sonra masturbasiya eləmiş, toxum mayesini meyidlərin ayaqlarına, paltarlarına buraxmışdı. 1974-cü ildə DNT analizi hələ kəşf olunmamışdı. Bu səbəbdən o dövrdə bioloji material əsasında qatilin şəxsiyyətini təyin eləmək mümkün deyildi. Kriminalistlər hadisə yerindən tapılmış spermanı donduraraq laboratoriyada saxlayırlar. Kevin özünə gəldikdən sonra qatilin xarici görünüşünü təsvir eləyir. Bu təsvir əsasında detektivlər Caninin fotorobotunu tərtib eləyirlər. Bu rəsm bir çox qəzetlərdə dərc edilir. Eləcə də bütün televiziya kanallarında nümayiş olunur. 7 ay sonra 74-cü ilin sentyabr ayında psixiatriya klinikasında yatan bir gənc iki dostu ilə birlikdə Otero ailəsini qətlə yetirdiyini etiraf edir. Qatilin nəhayət həbs olunması xəbəri sürətlə yayılır. Qəzetlər bu barədə yazır. Telekanallar reportajlar hazırlayır. Tezliklə qəzetlərdən birinin redaksiyasına anonim zəng daxil olur. Danışan kişi idi. İctimai kitabxanaya gedin. Orada mühəndislik dərslikləri bölməsində bir kitabın içində axtardığınız məktub var. Bu sözləri dedikdən dərhal sonra naməlum şəxs dəstəyi asır. Jurnalist polislərlə birlikdə kitabxanaya gedir. Detektivlər həmin kitabı tapırlar və onun vərəqləri arasında bir məktub aşkar eləyirlər. Məktub bu sözlərlə başlayırdı. Hazırda həbsdə saxladığımız o 3 nəfər sadəcə Otero ailəsinin qətlinə görə şöhrət qazanmaq istəyir. Onlar heç nə bilmirlər. Bunu heç kimin köməyi olmadan tək başına eləmişəm.
Sonra məktubun müəllifi cinayətlə bağlı elə detallar yazır ki, bunu ancaq qatil bilə bilərdi. Məktubun sonunda müəllif seriyalı qatil olduğunu, bu işə yeni başladığını və növbəti qurbanların olacağı barədə xəbərdarlıq eləyirdi. O hətta özü üçün bir ləqəb də düşünmüşdü. BTK. Bu ingilis dilində olan 3 sözün baş hərflərinin birləşməsindən ibarət idi. Bind, bağlamaq, torture, işgəncə vermək, kill, öldürmək. O metodunu dəyişməyəcəyini, növbəti qurbanlarını da eyni üsulla qətlə yetirəcəyini yazırdı. Seriyalı qatilin peyda olması xəbəri bütün şəhərə yayılır. İnsanlar qorxu içində yaşayır. Növbəti qurbanın kim olacağını dəhşət içində gözləyirdilər. Amma özünü BTK adlandıran şəxs birdən-birə yoxa çıxır və növbəti bir neçə il ərzində ondan heç bir xəbər alınmır. Oradan 1200 kilometr məsafədə yaşayan Charlie Otero ikinci qətil hadisəsindən Wichita şəhərində seriyalı qatilin peyda olmasından xəbərsizdir. 1977-ci ildə o orta məktəbi bitirir. Artıq 18 yaşı olan Charlie bütün ümidlərini, yaşamaq həvəsini itirmişdi. O tüfeyle həyat tərzi sürməyə, küçələrdə gecələməyə başlayır. Charlie oğurluq eləyir, içki içir, uyuşturucu maddələrdən istifadə eləyirdi. 1977-ci il 17 mart 911 xidmətinə bir kişi zəng eləyir. O deyir ki, evinin qapısını 5 yaşında bir oğlan döyərək polisə zəng eləməsini xahiş eləyir. Uşaq ağlayaraq bir kişinin onun anasını öldürdüyünü deyir. Polislər oğlanın yaşadığı ünvana gedirlər və yataq otağında çılpaq halda olan qadın meyidi aşkar eləyirlər. Bu 3 uşaq anası olan 25 yaşlı Shirley Vine idi. Qatil onun əl-qolunu bağlamış, başına torba keçirmiş, boynuna ilgək salaraq boğmuş, bədəninə öz toxum mayesini buraxmışdı. Eyni üsul, eyni dəstixət. Polislər bu dəfə qatilin BTK olduğundan əmin idilər. 3 illik fasilədən sonra o yenidən peyda olmuşdu. 1977-ci il 9 dekabr. Səhər saat 8:20-də polis departamentinə telefon zəngi daxil olur. Danışan BTK idi. Siz Cənubi Pershing 843 ünvanında meyit tapacaqsınız. Nancy Fox'un meyidini. Bu sözləri dedikdən sonra o dəstəyi asır. Həmin ünvana gələn polislər 25 yaşlı Nancy'nin meyidini aşkar eləyirlər. BTK bu dəfə də öz metoduna sadiq qalmışdı. Qadının əl-qolunu bağlamış, işgəncə vermiş, sonra isə boynuna kapron corab keçirərək boğmuşdu. Bu onun sayca 7-ci qurbanı idi. Polislər telefon zəngini araşdırırlar. Zəng şəhərin mərkəzində yerləşən taksofonlardan birindən edilmişdi. Bundan əlavə detektivlərin əlində BTK-in fotorobotu vardı. Amma bunların heç biri qatilin izinə düşməyə kömək eləmir. Bu hadisədən sonra BTK yenidən yoxa çıxır və uzun müddət ərzində heç bir cinayət törətmir. O yalnız 8 ildən sonra peyda olur və 85-ci ildən 91-ci ilə qədər olan 6 il ərzində daha 3 qadını qətlə yetirir. 1993-cü il. Charlie Otero artıq 34 yaşındadır. O indi 5 yaşında övladı olan atadır. Charlie oğluna atasının adını qoymuşdu. Joseph. Bütün bu illər ərzində o kin və nifrət hissi ilə yaşamışdı. Charlie'nin bu həyatda yalnız bir məqsədi vardı. Ailəsini qətlə yetirən şəxsi tapmaq və ondan qisas almaq. 2000-ci ilin əvvəllərində Charlie məişət zorakılığına görə həbs olunur və ona 4 il iş kəsilir. Onun 12 yaşlı oğlu vaxtaşırı olaraq atasını həbsxanada ziyarət edirdi. 2004-cü ilin yanvar ayı. Artıq 13 ildir ki, BTK-dən heç bir xəbər yoxdur. Çoxları onun artıq öldüyünü düşünürdü. BTK-in ilk qətli törətməsindən düz 30 il keçmişdi və bu münasibətlə kütləvi informasiya vasitələri məqalələr yazır, verilişlər hazırlayırdılar. Robert Beatty adlı hüquqşünas öz müsahibəsində BTK haqqında kitab yazmağa başladığını elan edir. Bundan bir neçə ay sonra 2004-cü ilin martın 19-unda Wichita şəhərində nəşr olunan qəzetlərdən birinə bir məktub daxil olur. Zərfin içində BTK-in qurbanlarından birinin 86-cı ildə qətlə yetirilən 28 yaşlı Vicky Wegerle'nin meyidinin şəkilləri, eləcə də onun sürücülük vəsiqəsi vardı. Zərfin üzərində göndərən şəxsin ad və soyadı qeyd olunmuşdu. Bill Thomas Kilman. Bu 3 sözün baş hərflərini birləşdirdikdə BTK alınırdı. Heç bir şübhə yeri qalmamışdı. Məktubu göndərən seriyalı qatil idi. O ehtimal edildiyi kimi ölməmişdi. 13 illik fasilədən sonra yenidən üzə çıxmışdı.
Bundan sonra BTK polislərlə sıçan pişik oyunu oynamağa başlayır. Müxtəlif qəzet redaksiyalarına məktublar, tapmacalar, qurbanlarının evindən götürdüyü əşyalar göndərir. Bu qədər səssizlikdən sonra qatilin peyda olmasına səbəb onun egosu idi. Görünür Robert'un onun haqqında kitab yazmağa başlaması BTK-yi bərk qəzəbləndirmişdi. Onun hekayəsinin başqası tərəfindən yazılması, kiminsə onun hesabına şöhrət qazanması qatilin xoşuna gəlməmişdi. Detektivlər BTK-yin bu xüsusiyyətindən istifadə edərək onu tələyə salmağa çalışırlar. Onlar seriyalı qatilin törətdiyi cinayətlər barədə tez-tez müsahibələr verir, beləliklə də BTK-yin egosunu oxşayır, ona istədiyi şan-şöhrəti verirdilər. 2005-ci ilin yanvarın 25-də BTK növbəti məktubunu göndərir. O detektivlərə belə bir sual ünvanlayır. Sizlə disket vasitəsilə əlaqə saxlasam, məni kompüterlə izləyə bilərsinizmi? Düzünü deyin. Detektivlər qatilə belə bir cavab verirlər. Disketi izləmək heç cür mümkün deyil. Onların məqsədi qatilin texnoloji savadsızlığından istifadə edib onu tələyə salmaq idi. Bir neçə gündən sonra BTK polis departamentinə bir disket göndərir. Onun içində qatil növbəti tapmacasını göndərmişdi. Kriminalistlər disketi analiz edirlər və silinmiş faylı bərpa edirlər. Faylda Lüteran kilsəsinin iclas protokolu öz əksini tapmışdı. Kriminalistlər faylın həmin kilsənin kompüterində yazıldığını, hətta istifadəçinin adını belə öyrənirlər. Nəhayət düz 31 ildən sonra detektivlər özünü BTK adlandıran seriyalı qatilin adını öyrənməyə müvəffəq olurlar. Bu Dennis Rader adlı şəxs idi. 60 yaşlı Dennis kilsə şurasının sədri vəzifəsində çalışırdı. Hamı onu dindar, xeyirxah, nümunəvi ailə başçısı kimi tanıyırdı. O 34 il idi ki evli idi və bu nigahdan 2 övladı vardı. Detektivlər Dennisi gizlincə izləməyə, onun əleyhinə sübutlar toplamağa başlayırlar. Kriminalistlər cinayət yerindən götürülmüş sperma nümunələri əsasında qatilin DNT profilini tərtib edirlər. Məlum olur ki, Dennisin Kerry adlı qızı klinikalardan birində tibbi müayinədən keçən zaman analiz üçün qan nümunəsi verib. Kriminalistlər bu nümunə əsasında Kerry'nin DNT profilini tərtib edirlər və onu qatilin DNT-si ilə müqayisə edirlər. Nəticə detektivlərin gözlədiyi kimi də olur. Kerry BTK ləqəbli qatilin qızı idi. Bu da seriyalı qatilin Dennis olduğunu bir daha sübut edirdi. 2005-ci il fevralın 25-də polislər Dennisi həbs edirlər. O heyrət içində idi. Detektivlərin onu tapacaqlarını gözləmirdi. Dindirilmə otağında detektiv disketi stolun üstünə qoyur və Dennisdən soruşur. Bunun nə olduğunu bilirsən? Dennis əsəbi halda barmağı ilə disketi vuraraq deyir. Bir söz soruşa bilərəm? Əlbəttə, deyə detektiv cavab verir. Mənə necə yalan danışa bildin, deyə Dennis soruşur. Onun səsində incili hiss olunurdu. Özünü çox ağıllı hesab edən Dennis bu cür asanlıqla tələyə düşəcəyini həzm eləyə bilmirdi. Məhkəmə prosesi 2005-ci il iyunun 26-sında başlayır. Dennisin qətlə yetirdiyi insanların ailə üzvləri, qohumları məhkəmədə iştirak edirdilər. Onların arasında artıq 46 yaşı olan Charlie Otero da vardı. Bütün bu 31 il ərzində o daim qisas hissi ilə alışıb yanmışdı. Və nəhayət budur. Atasını, anasını, bacı və qardaşını amansızlıqla qətlə yetirən şəxs onun qarşısındadır. Charlie bu anı düz 31 il idi ki gözləyirdi. Dennis törətdiyi cinayətləri etiraf edir. O, Otero ailəsinin necə qətlə yetirdiyini soyuqqanlı şəkildə, heç bir peşmançılıq hissi keçirmədən ətraflı şəkildə təsvir edir. Bu, Charlie-ni daha da hiddətləndirir. Həmin an o artıq qərarını vermişdi. Qəfildən Dennisin üstünə atılmaq və onu öldürmək. Charlie intiqam almaq üçün münasib məqam gözləyirdi. O, qisas planı haqda düşünərkən qəfildən keçmiş həyat yoldaşı ona zəng eləyir. Qadın ağlayaraq deyir ki, oğulları Josephi maşın vurub və o komadadır. Josephin yaşamaq şansı çox az idi. Həmin an mən Allaha yalvardım. Ey Yaradan, mən illərdir sənə nifrət elədim, səndən üz döndərdim. Səni ailəmi qorumamaqda günahlandırdım. Amma indi yalvarıram, mənim günahlarıma görə oğlumu cəzalandırma. Onun canını bağışla. Əgər oğlum bu komadan oyansa, mən bütün nifrətimi bastıracam, sənə qayıdacam və ömrümün qalan hissəsini sənə xidmət eləməyə, insanlara kömək eləməyə həsr edəcəyəm. Aylar keçir. Həkimlərin ümidini kəsdiyi Joseph möcüzəvi şəkildə komadan ayılır və tamamilə sağalır. Charlie üçün bu, Allahın onun tövbəsini qəbul eləməsinin bir sübutu idi. O, verdiyi sözü tutur.
Daxilindəki o qaranlıq, dağıdıcı nifrətdən tamamilə təmizlənir. Yenidən Allaha inanmağa başlayır. Deniz ailəmi qətlə yetirməklə məni Allahdan üz döndərməyə məcbur eləmişdi. Mən anladım ki, Denizə nifrət eləmək mənə zərər verirdi, ona yox. Nifrət hissi içimi yeyib parçalayan bir zəhər idi. Allah oğlumu mənə qaytarmaqla məni o daxili cəhənnəmdən xilas elədi. Charlie Allaha verdiyi sözə sadiq qalır. O, indinin özündə də həbsxanaları və reabilitasiya mərkəzlərini gəzir, məhbuslarla və narkotik asılılığı olan insanlarla görüşür. Onlara öz hekayəsini danışır. Nifrətdən necə xilas olmağın yollarını göstərir. O, məhbuslara daxildəki qəzəb və nifrətin insanı necə cinayətə sürüklədiyini öz həyatından nümunə gətirərək izah edir. Charlie onlara keçmişdə neynəmələrindən asılı olmayaraq dəyişməyin və Allaha sığınaraq yeni bir həyat qurmağın mümkün olduğu mesajını verir. Dennis Raderə gəlincə ona ömürlük həbs cəzası verilir. Ölüm hökmünün verilməməsinə səbəb cinayətləri törətdiyi dövrdə Kansas ştatında ölüm cəzasının qüvvədə olmamasıdır. Hal-hazırda Dennisin 81 yaşı var və o cəzasını xüsusi rejimli həbsxanada tək otaqlı kamerada çəkir.